Aktyorlar Elməddin Cəfərovla Fərda Xudaverdiyev barışıb. Axşamaz xəbər verir ki, o həmkarının anasının yas mərasiminə qatılaraq incikliyə son qoyub. İncə səhərə açıqlama verən Elməddin, çox ağır günüdür. Təbii ki, onun yanında olmalıyam. Belə durumda bu vacibdir. İşdə fikir ayrılığı ola bilər, amma kədərli gündə yox. Küsməmişdim, sadəcə ondan incimişdim sözlərini deyib. Qeyd edək ki, Fərda bir neçə gün əvvəl anasını itirib. Elməddin Fərda ilə küsmələrinin səbəbi haqda, Fərda ilə bir işləyəcəkdik. Bu üçlüyə görə layihəmi bağladım və gəldim. Son anda Fərda getdi başqa yerə. Bizim gördüyümüz iş dayandı. Sonra bağışlayırsan. Amma eşidirsən ki, Fərda deyir Elməddin torbamı tikib. Üzürdüm. Mən səni xilas etmək üçün dağa dırmaşıram. Sən isə deyirsən, sərin hava istəyirdi deyə dırmaşdı. Təşəkkür etmə, amma belə danışma, açıqlamasını vermişdi.